Buraxılış və ya blok imtahanlarına düşə biləcək belə bir maraqlı sual tipinə baxırıq. Funksiyaya aiddir. Bizə deyir ki, x 5-dən fərqli olmaq şərti ilə bu funksiya sabit olarsa, k üzərinə gəlsin f2-ni tapın. Biz bilirik ki, sabit funksiya fx bərabərdir c şəklində olan funksiyalara deyilir. Yəni, f istər 1 olsun, f1, f2, f3 hər biri eyni qiymətə bərabərdir. Yəni, hər biri c qiymətinə bərabərdir. Yəni, mən bundan istifadə edirəm. Bir dəfə gəlin x-in yerinə 1 qoyaq, bir dəfə isə 2 qoyaq. Və bu zaman biz qoysaq yerinə k üzərinə gəlsin 5 bölünsün. 5-dən deməli 25 çıxdıqda mənfi 20 bərabər olmalıdır. Yəni, dedik ki, baxın, bundan istifadə edirik. İndi 2 qoyuruq yerinə. 2k plus 5 15. Bu da mənfi 15. İndi mənfilərə ehtiyac yoxdur, çünki onsuz da hər iki tərəfdə mənfi olduğuna görə heç bir təsir etməyəcək. Və burada tənasübdən istifadə edəcəyik. 15-in k plus 5 olan hasili bərabər olacaq 20-nin 2k plus 5 olan hasilinə. İndi 15k plus 75 bərabərdir. Deməli, 40k plus 100-ə. Biz bunu tapdıq və buradan 25k-nı biz 25 tapırıq və k-mız 1-dir. K-nı 1 tapdıq. Daha doğrusu k-nı biz buradan mənfi 1 tapırıq. K-nı mənfi 1 tapdıq və biz f2-ni hesablamalıyıq. Deməli, f2 bərabərdir. K-nı deməli mənfi 1 tapdıq. Mənfi 1 vurulsun 2 plus 5 bölünsün. Deməli, 5 vurulsun 2, 10, 15, hətta mənfi 15. Deməli, buraya eləyəcək 3 bölünsün 15, lakin mənfi var. Mənfi 1 bölünsün 5, yəni mənfi 0,2. K da mənfi 1 idi. Mənfi 1-in üzərinə biz gəlsək mənfi 0,2. Cavabımız olacaq mənfi 1,2 şəklində. Yəni D.